Onlar ki deyirlər, cənab, Amerika əleyhinə şüar verməyin, əsəbiləşirlər, sizinlə düşman olurlar. Bunlar məsələyə səthi yanaşanlardır. Həmçinin o şəxslər ki deyirlər, niyə Amerika ilə birbaşa danışıqlar aparmırsınız, problemlərinizi həll etmirsiniz. Mənim fikrimcə, onlar da məsələyə səthi yanaşırlar. Məsələnin mahiyyəti bu deyil. Bu məsələ həll olunası məsələ deyil. Onların, Amerikanın istəyi budur ki, İran Amerikanın əmrinə tabe olsun. İran xalqı belə böyük bir təhqirdən dərin narahat olur və bu cür yanlış gözlənti bəsləyən şəxslərə və qüvvələrə qarşı bütün gücü ilə dayanır. Son müharibə də elə bununla bağlı idi. Siyonist rejimi qabağa verdilər, təhrik etdilər, razılıq göstərdilər, yardım etdilər ki, İrana hücum etsin və güya İranı, İslam Respublikasını məhv etsin. Amma onlar düşünmürdülər ki, İran onların bu addımına elə bir sərt cavab verəcək ki, onları peşman edəcək. Bunu heç təsəvvür belə etmirdilər.